Qarabağ, Rafael Ağayev, Neftçi, Hidayət Heydərov və Milli. Bu mənim arzularımdır yeni ildə. Qarabağdan çox arzu edirəm ki, Çempionlar Liqasında Eintrachtda qalib gəlsin. Liverpoolla necə oynadı, necə oynamadı o qədər də fərqi yoxdur və play-off mərhələsinə çıxsın. Bu Azərbaycan futbolu üçün böyük bir hadisə olacaq. Rafael Ağayevdən arzu edirəm ki, işə düzəlsin, milli komandanı ona versinlər, ümumiyyətlə idman karatesini canlandırmağa başlasın və Allah qoysa gələn Olimpiya oyunlarına Rafaelin hansısa tələbəsi Olimpiyadada çıxış eləsin, bəlkə də elə çempion olsun. Neftçidən çox gözləyirəm ki, ən güclü komandaların mübarizəsinə qoşulsun və Neftçinin keçmiş adı qayıtsın. Hamı desin ki, Neftçi tarixi klubumuz. Yenə də Neftçidir. Artıq bezmişik. Məğlubiyyətlərdən danışmasınlar. Hidayət Heydərov bu il Cüdo üzrə Bakıda keçirilən dünya çempionatında ikinci qızıl medalını qazansın və milli komanda. Milli komandada da istəyirəm ki, legionerlər biraz azalsın və biz daha çox öz idmançılarımıza azarkeşlik edək. Yeni iliniz mübarək.